Salam əziz həmvətənlər. Bugün 27 sentyabr anım günüdür. Şəhidlərimizin anım günüdür. Bildiyiniz kimi 2020-ci ilin bu günündə nəhayət ki 30 ildən sonra Azərbaycan xalqı, xalq olaraq, millət olaraq, dövlət olaraq torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsinə başladıq və bu vətən müharibəsində çox igidlər itirdik. Çox qəhrəmanlıqlar elədik xalq olaraq. Hər birimiz, hər bir sahədə fəaliyyət göstərən müəllimi, həkimi, hərbçisi, siyasətçisi, jurnalisti, yəni heç kim fərq qoymadan həmrəy olduq və nəhayət ki 30 ildən sonra işğal altında qalmış torpaqlarımızı, məscidlərimizi, qəbirstanlıqlarımızı, kəndlərimizi, ellərimizi, ovalarımızı erməni faşistlərindən azad elədik və təbii ki bu qələbənin qazanılmasında əsas rolu öz canlarıyla, qanlarıyla ödəyən şəhidlərimiz oldu. Və mən bu müraciəti niyə çəkirəm? 27 sentyabr, 8 noyabr və yaxud da suverenlik günü 20 sentyabr biz şəhidlərimizi, qazilərimizi, hərbiçilərimizi, fədakar insanlarımızı tək bu gündə yad eləməməliyik. Onları yalnız bu gündə xatırlamamalıyıq. Onlar haqqında yalnız bu gün danışmamalıyıq. Mən düşünürəm ki, hər gün biz onlara minnətdar olmalıyıq. Hər gün Azərbaycan xəritəsinə baxıb o xəritəni bütöv görəndə 3500-dən artıq 2-ci Qarabağ müharibəsi və 10.000-dən artıq 1-ci Qarabağ müharibəsi zamanı şəhid olan həmin o qəhrəmanlarımızı, onların ailələrini xatırlamalıyıq, qazilərimizi xatırlamalıyıq və onlara minnət hissi ilə, daim onlara minnət hissi ilə yanaşmalıyıq, onlara minnətdar olmalıyıq. Onların əziyyətinin hədər olmadığını onlara hiss elətdirməliyik. Təəssüflə qeyd eləməliyəm ki, bu 5 il ərzində biz çox bəzi dırnaqarası məmurlardan, bəzi öz yerində olmayan məmurlardan qazilərimizə, şəhid ailələrinə, şəhidlərin xatirələrinə qarşı sayğısızlıq gördük. Düzdür, cəmiyyətimiz bu reaksiyanı kəskin olaraq onlara öz reaksiyasını verdi və onları yerində oturtdu və məqamdan istifadə edərək bir daha qeyd edirəm. Şəhidlərimizin adına məktəblərin verilməsində, küçələrin verilməsində, şəhidlərimizin şəkillərinin şəhərlərimizi, rayonlarımızı bəzənməsində və yaxud da şəhidlərimizin adının müxtəlif yollarla əbədiləşdirilməsində dəstək olmaq lazımdır. Dövlət olaraq bunda iştirak eləmək, bunda problemlər yaratmamaq lazımdır. Çünki bizim üçün, bizim gənclik üçün o şəhidlər nümunə olmalıdır. Sosial şəbəkədəki əxlaqsızlar yox, özlərinin insi, cinsi bilinməyən kişiciklər, qadıncıqlar yox. Bax, bu kişilər öz canlarıyla, qanlarıyla bu vətənə, bu millətə həyat verən, bayrağını yüksəldən insanlarımız nümunə olmalıdır. Əgər kimlərsə barəsində filmlər çəkiləcəksə, mahnılar bəstələnəcəksə, bax, bu insanlar barədə çəkilməlidir. Yoxsa kiminsə 3-5 manat pul var deyə, kimsə xalqdan oğurlayıb müəllim olubsa, elələrinə yox. Zaten tarixdə elələri qalmır. Yəni, baxın, bu günə qədər çox insanlar olub, vəzifədə, pullu, amma neçəsinin adı var. Amma bir çox şəhidlərimizin adını biz hələ də bilirik, anırıq və hörmətlə, minnətlə onları yad edirik. Mən əslində bu günümüzü matəm günü kimi qeyd eləməyin əleyhinəyəm. Təbii ki, biz şəhidlərimizi anırıq, amma o şəhidlərimizin hər biri sevə-sevə öz canını bu vətən uğrunda qurban veriblər və özləri könüllü seçdilər bu yolu və bilərək şəhadətə yürüdülər. O zaman biz o şəhidlərimizin bu fədakarlığını qürurla anmalıyıq, fəxrlə anmalıyıq və bu günü təbii ki, şəhid ailələrinin ağrıları, onların dərdləri yəni yaşamayan bilməz. Ancaq o fədakarlıqların qiyməti verilməlidir və biz bu günü qürur günümüz kimi qeyd etməliyik, fəxr günümüz kimi qeyd etməliyik. Bir daha şəhidlərimizə uca Allahdan rəhmət diləyirəm. Məkanları cənnətdir inşallah. Allah bizləri onların şəfaətinə erənlərdən eləsin. Yəni bilirsiniz, şəhidlər bizlərə, insanlara şəfaətçi olacaqlar axirətdə və təbii ki, şəhid ailələrinə səbir diləyirəm, onların əllərindən öpürəm, qazilərimizə uzun ömrlü can sağlığı arzulayıram. Yəni Azərbaycan tarixini unutmayaq, Azərbaycan tarixini yazanları unutmayaq. Yəni Azərbaycan tarixindən hansısa elmi iş yazıb, professor olub, hansısa vəzifədə oturub pul qazananları yox, o tarixi yazanları unutmamalıyıq. Bir daha şəhidlərimizi hörmət və minnətlə anıram. Təşəkkür edirəm dinlədiyiniz üçün, minnətdarım.